Bildiyimiz kimi 12 avqust 2024-cü il tarixindən sonra artıq əmək müqavillərin yazılı formada bağlanmasına ehtiyac yoxdur. Yəni, kağız daşıyıcıda tərtib olunmasına işə götürən və işçi tərəfindən kağız formatında imzalanmasına ehtiyac yoxdur. Artıq əmək müqavilə onlayn formatda bağlanır. Bu nə deməkdir? Qısa bir məlumat verim ki, artıq bu proseslər SIMA vasitəsilə həyata keçirilir. Ya asan imza, ya elektron imza, ya SIMA vasitəsilə qeydiyyatdan keçirişdir. İşçi orada özünə şəxsi kabinet açır və daha sonradan işə götürən işçi ilə razılaşdırdığı şərtlər əmək müqaviləsinə, yəni hansı şərtlərlə maaşı nə qədər olacaq, iş vaxtı nə qədər olacaq, istirahət vaxtı nədir, bunlardan ibarət həmin o məlumatları onlayn formatda göndərir işçiyə. İşçi isə SIMA vasitəsilə, asan imza və elektron imza vasitəsilə şəxsi kabinetinə daxil olur və oradakı informasiyaların həqiqətən rəhbərlə danışdığı informasiyalar kimi dəqiq olduğunu bildikdən sonra artıq təsdiqləyir. Və bu təsdiqləmə prosesindən sonra işə götürən tərəfindən də həmin bağlanmış onlayn əmək müqaviləsi təsdiqlənir və təsdiqləndikdən sonra artıq işçi və işə götürən arasında əmək münasibətləri formalaşır. Bəzi vəzifələr istisnadır, hansı ki, Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ildə verilmiş fərmanda göstərilən vəzifələr üzrə müqavilələr kağız daşıyıcıda bağlanır və hüquqi qüvvəyə minir. Həmin vəzifələr istisna olmaqla digər vəzifələr üzrə artıq əmək müqavilələri onlayn bağlanılır və bu hesab edirəm ki, bu sahədə atılmış ən mühüm addımlardan biridir və artıq əmək müqavilələrin distans formada, hətta belə əmək münasibətlərinin yaranmasında atılmış bu addım çox mühüm rol oynayır. Çünki işçi başqa bir rayonda olsa, işə götürən Bakı şəhərində olduğu halda bu zaman kağız daşıyıcı vasitəsilə əmək müqavilələrinin bağlanması prosesi faktiki olaraq çətin olurdu. Amma indi artıq asandır. Onlayn formatda işə götürən və işçi əmək müqavilələrini elektron formada imzalayırlar və əmək münasibətləri hüquqi qüvvəyə minir.